Şəfəq Cəlilova tarix üzrə təlimçi. Dərslərimizə qoşulmaq üçün qeyd etdiyim əlaqə nömrəsi də mənə yaza bilərsiniz. Dərsimiz başlayır Mesopotamiya. Ümumiyyətlə müəllimlər, gəlin görək Mesopotamiyanın mənası nə deməkdir? Mesopotamiyanın mənası iki çay arası deməkdir yoldaşlar. Bu iki çaylar dedikdə biz nəyi başa düşürük? Dəclə çayını yoldaşlar və Fərat çayını. Düzdürmü? Və bu ərazilərə Yunanca iki çay arası mənasını verir. Ümumiyyətlə, gəlin görək bu bərəkətli aypara sözünün mənası hardan yaranıbdır, müəllimlər? Belə deyirik də, Cənubi-Qərbi Asiyada İran körfəzi ilə Aralıq dənizi ətrafında bir səhra iqlimi mövcud idi, düzdürmü? Və bu bölgədə də əkinçiliyin inkişaf etdiyi ərazi var idi. Məhz buna görə də bu torpaqların münbitliyinə görə bərəkətli aypara deyirdi. Müəllimlər, bərəkətli ayparanı biz yalnız Mesopotamiya ilə kifayətlənməməliyik. Bura həm də haralara aiddir? Bura həm də aiddir, deməli, Suriya, deməli, bu hissə, deməli, Fələstin və Finikiya aiddir. Bir daha deyirəm. Bərəkətli aypara dediyimiz ərazilərə Suriya, Finikiya, Fələstin, deməli və Mesopotamiyanın ərazisi aiddir. Ümumiyyətlə Mesopotamiyanın mühüm mənfi cəhətləri də vardır. Mühitinin, ərazinin mənfi cəhətləri də vardır. Belə ki, həmin cəhətlər nədən ibarətdir? Ümumiyyətlə təbii ehtiyatlarla o qədər də zəngin deyildi. Ümumiyyətlə müdafiə üçün heç bir maneələrin olmamasıydı və quraqlıqların idi. Eyni zamanda müəllimlər, Nil çayından fərqli olaraq bu Dəclə Fərat çayları dağıdıcı gücə malik idi. Ümumiyyətlə, gəlin görək Şumerlər nə vaxt gəlmişdir? Şumerlər bura 7-ci və 6-cı minilliklərdə gəlmişdilər. Şumerlər bura 7-ci və 6-cı minilliklərə gəlmişlər. Deməli, və burada məskunlaşmışlar. Deməli, bizə nə aydın oldu müəllimlər? Bir daha təkrar edirəm. Bərəkətli aypara dedikdə Aralıq dənizinin şərq sahilləri və iki çay arası deməli bura aiddir. Ümumiyyətlə müəllimlər, belə deyək də, gəlin görək Şumerlərin aid olduğu ilklər. Neynəmişdir Şumerlər? Bizə hansı töhfələri vermişdi? Gəlin bundan başlayaq, daha sonra digər hissələrə keçək. Biz deyirik ki, Şumer deyəndə ağla gəlir 1, 3, 5, 7 mərtəbəli zikuratlardır və burada eyni zamanda ibadətxana, ibadət kimi daha sonra istifadə edirlər. Duluz çarxının kəşfi deməli bura aiddir. Onluq və 60-lıq hesablar sistemi, dama oyunu, nəqliyyat, araba, saatın 60 dəqiqəyə çevrilməsi, ay və günəşin təqvimi, dünyanın su basması, Gilgameş haqqında dastan, ayın günəşin əvvəldən tutulması, bütün bunlar nəyə aiddir yoldaşlar? Hamısı Şumerlərə aiddir. Aydındırmı? Deməli, testdə dama oyunu, araba, zikkurat, duluz çarxı düşsə, siz bunu nə götürürsünüz? Deməli, Şumerlərin adı ilə götürürsünüz. Ümumiyyətlə, belə deyək də, müəllimlər, biz deyirik ki, Şumerlərdə ilk dəfə olaraq ilk şəhərimiz olub bizim Eridu şəhəri. Deməli, Eridu şəhəri olmuşdur. Və bu aiddir eramızdan əvvəl 4-cü minillikdə. Amma daha sonra yoldaşlar, yaranmış olan digər şəhərlərə gəlin bərabər baxaq. Ur, Uruq, düzdürmü yoldaşlar? Laqaş və deməli Kiş əsas bizim burada şəhərlərimiz deməli olmuşdur. Daha sonra deyirik ki, erkən şəhərlərdə ümumiyyətlə bir qayda olaraq yadınızda bunu saxlayın ki, idarə etmə teokratikaya, yəni dini əsaslara arxalanırdı, belə deyirik. İlk vaxtlarda Şumerlərdə idarəetmədə ümumiyyətlə xalq toplantıları var idi və burada mütləq şəkildə azad əhali iştirak edirdi. Baxın, azad əhali iştirak edirdi. Və şəhəri isə eyni adlanan bir kahin onu xalq təyin edirdi. Bax, burada mən sizə ən incə nüansları deyirəm. Eyni adlanan kahin deməli icra edirdi. Amma müharibə zamanı hökmdar deməli və hərbi başçı loqal seçilirdi. Yavaş-yavaş artıq bu ensiyə çevrilməyə başladı. Yadınızda belə saxlayın müəllimlər. En hansı işləri görürdü? 1. Su varma. 2. Məbəd tikintisi.
üç təsərrüfata deməli önəm verirdi. Yadınızda qalar da yəqin ki. Və deyirik ki, 4-cü minillikdə artıq təkərin ixtira olunması, quru yolu ilə Aralıq dənizinin şərq hissələrinə keçirilməsi biz deməli Şumerlər haqqında məlumat kimi bunu verə bilərik. Ümumiyyətlə təbəqələşmə dedikdə yoldaşlar, yaxşı yadınızda saxlayın. Əsas 4 dənə təbəqələşməmiz mövcud. Deməli nələrdir? Hökmdar 1, tacir 2, qul 3 və əkinçilər və sənətkarlar isə 4. Yəni 3 əkinçi, 4 isə qullar deməli var idi. Və Misirdən bizim bir fərqimiz də o idi ki, ümumiyyətlə biz deyirik ki, qadına önəm verirdik. Ən yüksək pillələrə qədər qaldırırdıq. Hətta idarəetmədə biz ondan deməli istifadə edirdik. Ümumiyyətlə Şumer şəhər dövlətlərinin müəllimləri şimal hissəsində yaşayırdı. Akkadlar idi. Belə deyirik də, Şumer şəhər dövlətlərinin sual düşə bilər ki, hansı səbəbə bunlar zəiflər? Deyirik ki, bir-biri ilə arasında gedən müharibə bunların zəiflətməsinə gətirib çıxardı. Və nəticə etibarilə yoldaşlar, biz deyirik ki, 24-cü əsrdə eramızdan əvvəl 24-cü əsrdə Sarqon tərəfindən iki çay arasında ilk dəfə olaraq deməli Akkadlar Akkad imperiyası yaradıldı. Belə bir sual düşür tezdə. Deyir ki, Akkadlar hansı səbəbə öz mədəniyyətlərini Mesopotamiyanın kənarına yaydılar? Deyirsiniz, Sarqonun işğallarına əsasən. Aydındır mı yoldaşlar? Ondan sonra artıq Akkad dövlətinin varlığına deməli son qoyuldu. Akkad dövləti 22-ci əsrdə Kutlər tərəfindən deməli varlığına son qoyuldu. Deməli, burada bir incə nüanslar var müəllimlər. Deyirsiniz ki, Şumer şəhər dövlətlərində kimlərin şərəfinə zikkuratlar ucaldı? Deyirsiniz, Tanrının, hökmdarın yox, Tanrının şərəfinə götürürsünüz. Yaxşı, bu da sizin yadınızda qalsın. Bundan